Salam əziz izləyicilər. Bu gün sizə gündəlik həyatımızda geniş istifadə etdiyimiz, lakin sağlamlığımıza təsiri çox da bilinməyən bir mövzudan danışacağam. Tefal tavaların insan orqanizminə zərəri. Tefal və digər yapışmaz tavalar mətbəximizdə böyük rahatlıq yaradır. Lakin onların tərkibində olan kimyəvi maddələr sağlamlığımıza necə təsir edir? Gəlin bu mövzunu daha dərindən araşdıraq. 1. Teflon və onun tərkibi. Tefal tavalarının əsas xüsusiyyəti yapışmaz səthidir. Bu səthin əldə olunması üçün teflon adlanan materialdan istifadə edilir. Teflon əslində politetrafluoretilen (PTFE) adlı kimyəvi maddədən ibarətdir. PTFE özü zərərsiz hesab olunsa da, yüksək temperaturda qızdırıldıqda tərkibindən toksik qazlar ayrılır. Bu qazlar tənəffüs yollarına təsir edərək nəfəs darlığı, baş ağrısı və hətta uzun müddətli istifadə zamanı daha ciddi problemlər yarada bilər.